Narkotik madde biz elde etmişsiniz. İran vatandaşı atmıştı, götürmüşü. Bu günləri onları bölüb, ünvanları qoyacaqdım. Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları rayon ərazisində narkokuryerlik edən şəxslərə qarşı ötən gecə əməliyyatlar keçirib. Tədbir zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov, 43 yaşlı İlyas Hüseynzadə və 39 yaşlı Anar Yusifov saxlanılıblar. Onlardan ümumilikdə 18 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən pul müqabilində narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Hala bura yaxın bir yerə qoyuram. O tərəflərdə problem var idi də, ona görə ora qoymadım. Əsas konuma atıram. Bu yaxınlara hərət olasa gedib tez götürərdim, verərdim də. İstəyənlərim var. Qeyd edək ki, Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlər zamanı qanunsuz dövriyyədən 56 kiloqram narkotik vasitə çıxarılıb. Faktlarla bağlı cinayət işi başlanılıb.